Salam aleykum dostlar, hər işiniz, keyfiniz, zeyfinizlər, Allah'ımız yaxşılarsınız. Bu gün sizinlə dostlar, deməli dostlar, yeni bir video kalitesi yükləmişəm, onu bir hələ denəyirəm. Biraz prolaşmamışım da bu işdə. Keçmiş video kalitesimi telefon format elədiyinə görə, format olduğuna görə silinib, YouTube kanalım silinməyib, amma yaxşı ki. Hə dostlar, bu gün sizinlə kanal inceleme videosunu çəkirik. Siyahıya görə getmirəm dostlar. Yəni Hasan keyfimə düşəndə video çəkirəm. Bu gün də Elşənin dünyası. Bunu mən özüm işləmişəm. Özü deməyib ki, mənə kanalımı incələ. Mən demişəm kanalını incələyə bilərəm. Onca incələyək. 748 abunəsi var. 193 videosu var. Adı da Elşənin dünyası. Aşağıda bax, bəyəndim bunu. Aşağıdakının adından yuxarısı adı eynidir. Nə olsun birləşikdir, amma yanında hərflər yoxdur. Bir dəqiqə canlıdadır bu. Girib baxmışdım, amma canlı necilmə. Canlı necilmə sən bax. Hə. Dostlar, deməli dostlar, girək videosuna ən populyar videosuna nə qədər baxıblar. Baxaq görək. Mənim ən populyar videoma 400 baxış var deyəsən. Ən populyar videosuna. 2300 qəşəng. 2 ay bundan qabaq. Qəşəng. İlk yüklənən videosu 1 il. Baba 1 il video atıb. Hasan qoşulub bir dənə baxın. 2023'də biraz bu qocaman bir kanaldır. Açıqlamayı budur. Mən ürəyimdə oxuram, sizdən başlamışdım oxuyun. Bizə salam verib və deyib ki, bu video çəkməmək istəyirəm, sizə heyvanlar sevdirmək deyə hələ oxutmamısın. Cücə, toyuq, hündüşqa, ördək şəklini qoyub. Həqiqətən də bu heyvanları çəkir. Yəni ağzına gələn heyvanlar qoyun bura. Həqiqətən bu heyvanlar çəkir. Burası ördək var da, yox da bilmirəm. Videolarını görməmişəm məncə. Yoxdur. 748 abunəsi var. Məncə qat-qat yaxşıdır. Short videolarına baxaq görə nə shortları çəkir. O qəşəng. Bu videonun dünən istinadı 1200 baxış gəlib. Ən populyar videosu yoxdur. Ən populyar yoxdur deyəsə. Görəm mənim bunu. Hə, populyar videosu. Ən populyar 16.000 qəşəng. Xoşum gəldi. Bu nədir? Hündüşkaya baxın, hündüşka. Oh, çox şükür ya Rabbim. Hə, bu mağanı bilirəm məndə. Canlıları var. Düzdür, bir də canlı indi açıb. Postlarına baxım, yəni göndərilənlərə. 3 həftə öncə Qurban Bayramımızı təbrik edib. Hə. Mənim ona abunə olmuşam. O da mənə abunə olubsa sevinərəm. Yəni abunə olmayıbsa da ola bilər, amma olmasa da, olmaq istəmirsəsə, canı sağ olsun, eybi yox. Şəhər yemlənməsi. Qəşəng. Yəni bu kanal mənim sevdiyim kanaldır. Çünki heyvanlar haqqında videolar çəkir. Yəni bu kanal odaqlı bir kanaldır. Yəni bir kontent üzərində şey eləyir, hərəkət eləyir. Video kapaqları da yaxşıdır. Bu telefonla çəkir yəqin video. Telefonla çəkin, amma əyri tutur çəkir ki, video kapaqları yaxşı düşsün. Videonun kapaq fotoğrafları. Gördüyünüz kimi yenə bir talihsiz hadisə. Həm də dostlar, bu Türk-Azərbaycan qarışığı danışmır da. Bu Hayleşmiris Azərbaycanca danışır bir sözdən bu. Mən burada oyun videosu görəmirəm. Ancaq toyuq, qaz, məndən belə bir şeylər. Məncə yaxşıdır. Mən də toyuq saxladığıma görə onca bu kanalı bəyənirəm. İlk kanal çıxmışdı qabağımda. 400-500 abunədə belə çıxmışdı qarşıma. Elşənin kanalının belə. Başqa da yəni fotoğrafına girib baxamıram. Çünki fotoğrafına girsəm proqrama atacaq bir şey, canlıya atacaq. Canlıda atsa bir şey çıxa bilməz canlıdan. Telefonum xarab olacaq. Telefonum xarab olmuşdu, onu da video çəkəmədim. Ürəyim partlayır, telefonum getdi ki. Belə. Videolardan məncə yaxşıdır, izlənməsi falan yaxşıdır. Amma burası biraz qocaman kanal olduğuna görə abunəsi də biraz düşükdür. Amma abunəsi düşükdür, azdır.
amma davamlı olaraq video gəlir. Davamlı olaraq video gəlir. Yəni bu bu bir bu bir şey ölü bir kanaldır da, yəni davamlı olaraq video gəlir. Mənim də kanalım bir ölü kanaldır. Boşda aradan bir şey olur. Şeyler problem falan çıxır, onca video gəlmir. Məncə buna puanım 10-da 10'dur. Heç nə tapa bilmədim də bu qardaşlar. Hər şey tamamdır. Həm barmağım sıxılır. Nəysə. Həm profil fotoğrafını yaxşıdır, həm bunun adını dəyişdirib. Bu Elşənin dünyası quş dünyası idi. Yox, mənim adım elə idi. Nəysə. Neydi? Adını dəyişdirib desəm bu, bilmirəm. Mən buna 10'da 10 verdim. Prosta burada şeyləri yaza bilərdi ki, məsələn yaza bilərsən 100 abunə olsun, belə özəl videolar gəldi. Hətta belə vlog falan çəksə məncə daha maraqlı olar. Daha da yəni belə yeni içərik olanda daha insanlara maraqlı gələ bilər. Yəni canımdan çıxdı. Məncə yaxşıdır. Kanalı 10 yazması da olar. Yəni çünkü bu kanal bir heyvan kanalıdır. Başka kanallar olsa yaza bilərdi hədəflərini. Amma yazmadısa kanalın kalitesi düşmür. Yəni super bir kanaldır. Həm bağ videosu. Mən bir dənə bu qardaş deyirəm ki, Elşən qardaşdan şey götürmüşəm. Bir dənə videonu şey eləmişəm. Kopyalamaq kimi olur. Bağ videosu. Gedib bağda falan gəzirik. Mən də rənçi bağda falan gəzirəm, oradan götürmüşəm. Yəni kanal incələməyi də Mehman TV-dən götürmüşəm. Belə. Dostlar, bu qədər. Bu kanalımız 10'da 10 möhtəşəm bir kanaldır. Siz də girib abunə ola bilərsiniz. Mən də tövsiyə edirəm. Amma necə tövsiyə edirəm? Heyvanları xoşunuz gəlirsə, əsasda toyuq, quş cinsli heyvanları xoşunuz gəlirsə, gedib abunə ola bilərsiniz. Amma nə bilim oyuna falan xoşunuz gəlirsə, məncə bu kanalı tövsiyə eləmirəm. Amma heyvanları xoşunuz gəlirsə, məncə bu kanal 10'da 10'dur. Sağ olun, salamat qalın. Sıradakı videomuz 2 video gələcək bugün. Başqa video olacaq. Sıradakı kanal incələmizdə kimin kanalını incələyim yaza bilərsiniz yorumlarda. Sağ olun, salamat qalın. Bir də ki, bu əgər sən mənə abunə olmayıbsa, bir dənə abunə olar, olubsa da canın sağ olsun. Olmayıbsa da, olmaq istəmirsinizsə canın sağ olsun. Sağ olun, salamat qalın. Gəlin bölümünə görsən də, let's go. Təzə bu da şey kaydedəcəyim. Nəsə yandırırlar. Dur.